biraz sudur, hələ qurulamamışam. Mənim uykum. Arkada tək qoyublar. Bu bakım təkdir. Mehtaşlarım da var, alyanslar da var. Artık nişanlıdır bu kız. Evlendik çocuklar. Bu üzüyü almadıq. 800 gündən sonra bu üzüyü aldıq. Məncə bu daha incə və zərif görsənir. Burada isə dans provasındayıq və seçdiyimiz musiqi perfect oldu. Əlini fırladır prosta. Hə, elə bir şey əlimi buraxmadan. Yox, bəlkə belə gəlmir. Nasıl yapıyor? Gözləri. Bak, iki əlimi də sıxma belə. Normal boşluq belə əllərimi. Böyle bir şey gözlər. Ha bildim. Rehin almışam. Yan. Bu mənim sağ əlim. Sağ əlimi saxlayıram. Sol əlindən onda belə. Hə! Sonra. And in your heart. Əldə çıxdı gəldi. Gedirik Firminkaya. Aşağı paltarla. Bu benim paltarım Firminkasıdır. Got a little bit of magic in your eyes last night. You were shooting pool, we were taking shots under the dim lights. Got a little smile that knocked me off of my seat. I started falling for you. And I didn't know what to do, but I knew that I had to make a move. From the moment that I watched you walk, Oğlum bir de ağzını bula ora. İşte hayatta kalmak öğrenecek. Süt oldu palçıklı, şokolatlı süt. Milkshake. Gelmişik. Gəlmişik nişandan əvvəl qeyd edim. Nişanlı. Bu indi bu necədir? Subaylığa son gecəsi. Bu indi gedir şey. Yox, o nədir? Bu gedir indi bekarlığa veda xəngəli. Bekarlığa veda xəngəli. Hə canım, hə. Şimdi siz ne var? Myanmar Murat. Murat Myanmar. Var mı dene? Myanmar. Cöm. Məkanımız belədir. Aşağıda ad günü qeyd edirlər, yubileydir. Çox bəyənirəm buranı. Kayık değil o. Hansı bu? Dramada zildir, reklam eləyək. Etiketini paylaşacak. Gəlmişik bugün Zil restoranda xəngəl yeməyə görə. Burada xəngəl necə yeyilir? Maşa lampalarının ışık yanı var burada. Maşının lampalarından ışıq yanır. Harada? Sonra mən gəldim axı səni danışım.
getdik. Buradan poz ver. Altlığında geyindik. Əleyhissalam. Az nəsən məndən də? Əgər Murad yatıbsa, uşaqlar əlini qaldıracaq, əli köydə qalacaq. Baxın uşaqlar, Murad yatır. Yine var orada var. Aa orada yine var. Muhtemelen. Son dans provamızı eləyirik. Çünki artıq sabah 19-udur. Nişan günümüzdür. Hazırsınız? Əlan belə göstər. Bu benim dırnaklarım. Nişana bir gün qaldığı o qədər bəllidir ki, məsələn, arxada şkafda asılan kostyum var, atamla qardaşımın kostyum vardı və bir günə onların işini həll elədik. Ümumiyyətlə kişilərin geyim seçməyi, almağı çox rahatdır. Burada isə bizimkilərin romantik anlarını izləyirsiniz. Yadınıza çıxan bir şeysə uydurun. Uydurun. Allah. Tamaşaçılar əl çal. Paltarcı sabah görərsiniz. İşte eğer çaştırsa, hadi öz bildiğimiz için neyse çaştırsa bak. Yani şey olmasın, ayrı olmasın diye. Ya sen mənə nəsə de, ya mən sənə nəsə deyim onu eləyək. Devam çocuklar. Dans provasına. Seva bacının nişanıdır. Dərdi futbolda ancaq. Dırnaqlarım necə düşməni demədi də neysə. Necə də dırnaqlarım? Saçımın belə gözəldir. Mən bu nüansı deməyi unuttum. Cil düzəltmişəm. Düşündüm ki alsam handmade olmaz. Gülə elə baxır ki, güya heç bu gülü mən hazırlayanda görmürdə, xəbəri yoxdur, haberim yoxdur gibi ki. Oh my god. Öz əllərimin zəhməti ilə bunu əzilməsin. Bəli. Aparını qoy. Mirvarları özümüz yapışdırdıq. Bunu da özümüz düzəltdik. Sadəcə bir dənə print yerinə verdik, çıxartdılar. Bu isə mənim xalam oğludur. Bizə gəlmişdi. Xahiş eləmişdim ki, gülü nümayiş elətdirsin, amma bu durumdan heç də xoşbəxt görünmür. Makyajımı özüm eləmişəm və paltarımı tikdirmişəm deyə özümə hamıya göstərdikdən sonra hər şey hazırdır. Artıq çıxa bilərik. Oynaya gedirik nişan yerinə. Nişan başlamamışdan əvvəl çəkilişə biraz vaxt sərf elədik. Gün batımında çoxlu şəkillərimiz oldu. Düşünürəm ki, bu vaxt çəkilmiş şəkillər çox qəşəng görsənir. Sentyabrın 19-u elə bir vaxtdır ki, yaydan artıq payıza doğru keçid olduğu üçün sərin külək və istilik var idi. Bu adama xoş təsir edirdi həqiqətən də. Molly'di, tanış olun. Ayşə'yle eyni paltar giymişdi. Yəni onun tək rəqibi orada Molly idi. Əslində ağlamırdı, amma mən yenə də biraz da olsa kövrəlsin deyə sanki ağlayır, mən onun göz yaşlarını silirəm.
karnım da acıktı ha. Senin de acıktı mı? Olsa yerim abi. Vallahi o size tek her zaman yiyorsun. Səhərdən də şəkil üçün axtardığımız və sonradan bizi öz istəyi ilə qoşulan mənim qardaşımdır. Özünü aparma qabiliyyətinin birinci seriyasındayıq. Təbii ki, sona qədər baxsaz digər seriyalarda görəcəksiniz. Amma maraqlısı ondadır ki, nişanda heç birimiz hərəkətlərinə fikir verməmişik. İndi videoya baxdıqca görürəm. Slide.